adam başı 1 kilo ət ala bilərsən. Almaniyada ucuzdur deyə çox vaxtı yox, arada bir sırada bir yoxlama olur ki, gəlib məsələn burada çox kərə yağı alıb aparmayasan İsveçriyə. Amma o da yoxdur. Yəni yoxlamırlar ki, burada bir yoxlayaq görək, gedib niyə ucuz yerdən alırsınız Almaniyadan? Ay İsveçrəlilər. O da yoxdur. Bomboşdur. Bax İsveçrə sərhəddinə baxın. Bomboş. Elədir. Bizdə olsa bir də qoy kreditdir. Yoxlayarlar ki, maşında nə alıb aparırsan? Nə keçirdirsən? Atım eləyəcəkdir. Azərbaycanda mən bir şeydən keçəndə də o vaxtı gömrükdən, Qazaxda 2 il məcbur yaşadım. Qəhbənin balaları, nə bilim, sirap gətirdin, nə bilim, yağ gətirdin, kalbasa gətirdin. Acə belədim, qəhbə balası, keyfiyyətli maldı gedib. Bu yoxlanış yoxdur deyən, ona görə də görsən o kredit yoxdur. Amma bizdə o kredit kilometrlərlə durur. Yoxlayıb rüşvətə görə, rüşvət pul alsınlar. Amma burada görsən dayanma yoxdur, gedirlər də bir başdan. Sərhəddir, maşınlara var, tappataraq keçir, bax. Keçir, Bax, keçdim, yenə keçdim gözəl İsveçri. Gəzmək vaxtımdır, mən sözü verirəm Akif kişiyə, mən gəzirəm. Sən gəz, mən də çıxacam, Elşad, qadasını alım. Mən də çıxacam, Parisə gedəcəm, adamla görüşüm var. Mən millətimə demək istəyirəm ki, millət, o göydəki Allahın birliyi, əgər ayağa qalmasaz, bundan da pis olacaq. Hamınızı qayıracaq. Allahın ayaları haqqı bundan qat-qat pis olacaq. Durun ayağa, haqqınızı istəyin, haqqınızı. Durun, hamı işsiz pulu almalıdır, kasıflardan söhbət gedir. Hamı uşaq pul almalıdır, niyə məmurun balaları kef eləməlidir, sizin balalarınız acından ölməlidir. Niyə? Birləşin, əl-ələ verin, hamı uşaqlarını götsün, töksün, icra hakimiyyətin qabağına video kəssin, atsın bura. Durun. Deyir ki, İmbis, yəni kiosk harada? Sərhəddə. Sərhəddə kiosk. Heç kim yoxdur. Sərhəddə kiosk. Bu kioska da çox gəlmişəm burada kampda qalanda. Nəsə Akif kişi onda səninlə sağollaşır, mən də sağollaşıram. Öpürəm millətimi öpürəm, bağırma basıram. Durun, bir də durun. Sizin balalarınız məmurun balalarından əksik bala deyil. Durun, balalarınızın haqqını istəyin. Yox, artıqdır ki, əksikdir. Deyirəm də, əksik deyil onlardan. Məmurların övladları hamısı peysərdir, qəheybədir, cırıqdır, gözü ilə görən oğraşdır. Bir Qazaxlı kimi yenə də burada... Mən deyirəm də, məmurların balalarından əksik deyirlər bunlar. Конечно, artıqdılar ki, getdilər, sinələrini qoydular güllə qabağına. Конечно, artıqdılar. Rəcəb Babaşovun peysər oğlu var o, nədir o, yadımdan çıxdı, Elşən Babaşov. Elşən Babaşov, atavın bığlarına sürtüm. Elşən Babaşov, anavın dilinin üstünə çiliyim. Elşən Babaşov, bacımın, arvadımın dilinin üstünə çiliyim. Gəl Elşən Babaşov, gəl İsveçriyə, zəng elə, prezidenti, vitse-prezidenti qorumursan, qəhbə anavı qoru da, qeyrətivizə soxum sizin. Demirsiniz, gəl sözümü burada. Buradan deyirəm, gəl də, gəl, xaricə tez-tez gəlirsən. Ya o bığı prezident tərəfindən qırxılmış erməni saxlayan arvadı qəhbə, 30 ilin qəhbəsi Qazaxın deputatı. Hamısı peysərdilər. Prosta bunlarda bir dənə şey gedir ki, peysərə at yaşa. Soxum sizin yaşayışınız, o yaşayış deyil ki. Elədir qadam, elədir. 2 mərtəbə idi, buna 4 mərtəbə eləyiblər. Mənim qaldığım kampdır. Mən belə kamplarda qalmışam, mən əziyyət çəkmişəm. Amma mən sınmamışam. Mən heç kimin çörəyini yeməmişəm. Mən heç kimin də çörəyini yemək niyyətində deyirəm. Prosta xalqa, millətə deyirəm ki, lox olmayın, bircə gün ayağa qalxın. Bircə gün. Bu məmurların villalarına, restoranlarına girin. Sonra bu məmurların bu İlham Əliyev başda olmaqla xalqdan oğurladığı milyardlara sahib çıxaq. Bəylər Əyyubovun 160 milyon, nə bilim Cavanşir Feyziyovun mülkləri, nə keçmiş Maliyyə Nazirinin mülkləri, İlham Əliyevin qızlarının milyardlıq mülkləri. Nə vaxta kimi biz bunları saymalıyıq? Millət. Ömür gedir, ömür gün gedir. Millət. Bu hamısı ömrümüzdən gedir.
millət